Ən çox məscid olan 5 ölkə. təbii olaraq müsəlman ölkələrindən saymaq lazımdır. Səudiyyə Ərəbistanı ola bilər. Səudiyyə Ərəbistan siyahımızın 5-ci sırasındadır. 94 min məscid var. 94 min. Böyük müsəlman ölkəsi. İndoneziya ola bilər. Siyahımızın ilk sırasında İndoneziyadır. 800 min məscid var. Pakistan ola bilər. Pakistan da əhalisi çoxdur. Bəli, siyahımızın 3-cü sırasında Pakistandır. 300 minə yaxın məscid var. 300 min. Əhalisi çox olan müsəlman ölkələri saymağa çalışıram. Digər ikisi də müsəlmandır yoxsa? Biri müsəlmandır, biri amma əhalisi çox olduğuna görə fərqli dinlər var. Əhalisi çox. Lap çoxdur. Bəli. Hindistan ola bilər. Bəli, siyahımızın 2-ci sırasında Hindistandır. 300-500 min arası məscid var. 300-500 min. Hələ belə baxın 1,6 milyarda yaxın əhalisi var. Məscidin çox olması normaldır. Qaldı neçənci yer bizdə? Siyahımızın 4-cü sırası. 4-cü sıra. Azərbaycan yəqin ki deyil. Xeyr. Bəlkə onda izləyicilər yazsın. Bəzilərinin xoşuna getməyəcək, amma məncə izləyicilər yazsın.